Toğrul ilə birlikdə Novruz xonçası qururuq. Yeni aldığım məhsulları sizlərə göstərirəm. Videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Aldığım məhsulların qiymətləri ilə bərabər deyəcəm. Hansı yaxşıdır, hansı pisdir, məlumat verəcəm. Bu bir Trendyol bağlamasıdır. Kinetix markasından almışdım. Krasovkadır. Mən çox bəyəndim həqiqətən də. Qabaqdan yaz gəlir, bilirsiniz. Havalar isti olanda ən çox axtardığımız rahat ayaqqabıdır. Bu da mənim üçün məncə idealdır. Çünki ağ rəngli sevirəm. Plus-da markası da yaxşıdır. Kinetix-səndir. Mən bunu almışam 29 manata endirimdə. Hal-hazırda yenə də endirim var. İstəsəniz mənim Instagram kanalıma daxil olub oradan linkinə baxa bilərsiniz. Kinetix markasından da çox qəşəng krasovkadır. 36 razmer geyinirəm mən. Belə. İndi isə keçək digər aldıqlarıma. Artıq illərdir ki, daha doğrusu illərdir deməyək, təzəlikcə başlamışam, bəlkə də aylardır ki deyək, Faberliklə əməkdaşlıq eləyirəm. Ona görə də Faberlikdən tez-tez məhsullar sifariş edirəm. İndi isə onları göstərəcəm. Saç üçün belə bir məhsul sifariş eləmişəm. Bunun qiyməti 9 neçə ya da 8 neçə olmalı idi. Çox qəşəngdir, uzundur. Mənim saçlarım da elə uzundur qaqraz. Yəni mənim üçün çox faydalı olacaq. Əgər siz də istəsəz, mütləq mənim qrupuma qoşulub özünüzə belə məhsullar ala bilərsiniz. Sonra belə bir patçı vurmuşam Faberlikdən. Məndə gözaltı patçı əslində var. Sadəcə qiyməti, pulum az qalmışdı. Yəni hesabımda, ona görə bunu da vurdum. Belə bir əl kremi almışam. Bu da deyilənə görə yaxşıdır. Bunu ilk dəfə istifadə edəcəm. Digərini bunu idi işlətdiyim. Bu yaxşı idi, ancaq balacadır. Ona görə bu dəfə böyük boy zakaz elədim. Görək bu necə olacaq. Belə bir şotka zakaz eləmişəm. Bu Tonarni şotkasıdır. Sərtliyi var. Yəni digər şotkalarla müqayisədə bu daha sərtdir. Məndə Faberlikin digər şotkaları da var. Baxın, Faberlik bu 50 şotkasıdır. Pudra şotkası daha doğrusu. 50 şotkasını isə daimi işlədirəm. Ona görə sumkamdadır. Bu da yenə Faberlikdir. Gördüyünüz kimi çox qəşəngdir. Yəni bu hissəsi də xoşuma gəlir. Hələ ki bu paketindədir. Sonra təbii ki açıb bunu da əlavə edəcəm digərlərinin içərisinə. Sonra Faberlik sifarişim bitdi. Belə bir duxu var. Gördüyünüz kimi bu da Libre duxusunundur. Yəni Libre duxusunun adı belə daha doğrusu. Məndə hal-hazırda Libre'nin originalı var. İstifadə eləyirəm. Bu hissəsi qurtdu, atdım. Bu da onun mini versiyası. Yəni belə əlavə sumkalıqda belə deyim. Bunu daimi olaraq üstümdə gəzdirə bilmirəm, rahat olmur deyə. Çox qəşəng qoxusu var, mən bəyənirəm. Yəni alın, aldırın deyərəm Libre'ni. Bir də belə bir duxum da var. Bu da qəşəng duxudur. Amma ki biraz tünd duxudur. Yəni tünd duxu sevirsə bunu da istifadə edə bilərsiniz. Bu da yenə orijinaldır. Dolce Gabbana nəsə belə bir şey olmalıdır adı. Sonra belə bir şey almışam. Buna nə deyirsiniz? Şüşədən olan içmək üçün çubuqlar. Neysə, adını düzgün tapa bilmədim. Axır belə ifadə elədim. 1 manat 30 qəpiyə almışam. Mən bunu Göyçay marketdə almışam, Sumqayıtdan. Rəngli-rənglidir, 6 ədəddir içində. Ona görə yəni fikirləşirəm ki, mənim üçün yaxşıdır. Videolarımda falan arada su içəndə, kofe düzəltmək üçün bir stəkan almışdım. O da xoşuma gəldi. Onu da istifadə eləmək üçün. Toğrul üçün belə tumuşlar almışam. Dodojumun dumanları. 2 manat 60 qəpiyə almışam bir ədədini. Qəşəng tumuşlardır. Mən bunlardan daimi istifadə edirəm. Ceylan oğlu. Və
İndi gələk Novruz alış-verişinə. Novruz üçün nələr almışam. Belə bir ev almışam. Buna baxın. Görün necə gözəl görsənir. İndi səbət alacağıq. Biz bunun içərisində də görəcəksiniz necə qəşəng qalır. Novruz üçün səbət evi. Belə içərisinə qoz fındıq qoymaq üçün çıxılıb belə qablar almışam. Qab deyəndə buna nə deyirlər? Setkartdan. Sonra bir dənə də yenə ondan almışam. Bunun bir ədədinin qiyməti 40 qəpikdir. Bu evin qiyməti 3 manat 40 qəpikdir. Bu da çox qəşəngdir yəni. Sonra belə bir toyuq almışam içərisində. Balaları da var, arxasıca gedir. Bunun da qiyməti 2 manatdır. Çox qəşəngdir, belə şirin. Sonra belə bir mamaşamız var. Bu da toyuqlara dən səpir. Fikirləşirəm bunu qoyaram. Bunu qoyaram. Arxasıca da bunu qoyaram. Maraqlı görsənər deyə. Sonra belə kosadır. Yox, keçəl. Bu keçəldir. Keçəl almışam. Keçəl də yenə bunları yanında dayanmaq üçün. Nənələr almışam. Bir dənə belə nənəmiz var. Belə oturacaq. Bir dənə belə nənəmiz var. Gördüyünüz kimi. Görürsünüz qəşəngdir. Üzbəüz. Bir dənə də belə qoğal. Şəkər bura. Qoğal, badam bura. Eləyirlər. Bunlar üz-üzə oturublar. Belə düzəldirlər. İndi onun səbətin içində göstərəcəm sizə. Bir dənə belə kosamız var. Kosa da qəşəngdir. Şirin minnoş. Və belə samovarımız var. Samovar çay içəcəklər. Qalanını da alıram. Yəni bunları hissə-hissə alıram. Niyə? Çünki həqiqətən də çox pul tutdu. Bunların elə 5-6 dənəsi bu da. Bir də bu. 14 manat deyəsən eləmişdi. Bu nənələr deyəsən 1.20 olmalıydı. Bunun qiyməti altda var. 1 manat 10 qəpiyədir. Bu minnoş 1 manatdır. Samovar. Kösa, keçal. Bunlar 1 manatdır. Keçal. Çox lazım olanları alsam da əsas məsələ xonça idi ki, xonçamız yox idi. Ona görə getdik Qayalıya. Qayalıda istədiyimi tapa bilmədim. Ona görə gəldik Göyçay marketə. İstəyirsən paxalayla çay. Suzana qurban. İç, gel iç, ye. Gel, gel de gel. Vereyim. Ha. Gördün indi? Ala. Ne qəşəng dekorlar da var, paxlava da var. Ne arzu tut. Arzu tut mu? Arzu tut. 1 manat 40 qəpiyə O deyəsən. xalana var ne yok ne tersin? Ucuzdur. Bunu götürüyor. Sağ olun sağ ol. Sağ ol sağ ol. Şeker bura. Sağ ol xala. Bunda da beyadır. Allah Böyle. köməyində olsun sağ ol xala. 28 manata. Ha maşallah xeyirli olsun can sağ ol. Mən ayırıb qoydum qırağa bax. De budur, budur. Bu da sərgəldir. Gözünün içinə qəşəng tərtəmizdir. İndi isə axşam aldıqlarımıza baxaq. Belə bir ədviyyat qabı almışam. Göyçay marketdən 17 manat aldım. Temuda Trendyolda baxdım. Neysə xoşuma gələn olmadı. Bunu aldım. Sonra belə bir səbət almışıq. 6 manat 10 qəpiyə. Göyçay marketdən aldıq. Çünki olmadı Qayalda. Sonra içərisində setkası da ayrı satılır. Bunu da 2 manat almışıq. Sonra özümə şokolad almışam. Bir kruasan, 2 və 3 dənə kruasan almışam. Bundan şu neyiniz var? Bu isə mənim paştokum. Bu şey. Bəli, bu səndə bir atan biri var. Sən lampiskalar gətirmədin? Belə bir lent də almışıq. Bunun qırağını düzəldəcəyik. Və balaca lampiskalar. Aldıqlarımızı sizə göstərdim. Daha doğrusu aldıqlarımı çünki mağazadan gələndə almışam. İşdəydim bilirsiniz. Qopma deyim. Belə bir balaca xalça almışam dekor kimi. Bunu xonçanın içərisinə sərəcəm. Nənələri də burada oturacam. Sonra belə bir baba almışam.
qoca kişidir. 90 qəpik almışam. Oturub burada. Bu da belə bir daydaydı. Bizim kabab çəkir. Bu da 1 manataydı. Xalçanı 1.20 almışam bu arada qızlar. Bundan almışam. 5 ədəd almışam bundan. Biri 10 qəpiyəydi. Yəni belə baxanda çıxılı şeylərdən bunu deyirəm ki, bəzək verəcəkdə Xoncaya. Biri də olmalıdır. Belə bir şey yazmışam. Sarımsaq əzən. Mən sarımsaq vurmuram yeməkləri çox vaxt. Bu da çox vaxt soyub əlimdə çorpadan keçirməyin dərdindəndir. Ona görə bir məhsul olmuşam. Ümid edirəm ki, işə yarayacaq. Sonra yine belə bir dekor almışam. İt dekoru. Bu da evin bir küncündə qalacaq. Düşünürəm ki, qəşəng görsənər. Sonra qızlar. Göbələyin biri də qalıb burada. Batom. Bu mənim bloknotum. Hər zaman kimi. Sözümü aparıb gətirəm. Amma nə istəyirsən yazmaq vaxtım olmur. Yəni yalandan boş yazıyorum. Bu ise Faberlic'in bloknotu. Bunu koyduk buraya. İşte. Bu ise mağazadan aldığım mini bir pazarlıqda istəyirəm bunu da açım, sonra növbəti videoları sizə göstərim. Əvvəlcə göstərim ki, çörək almışıq. Bəli, səbətini quruturuq. İçinə baxın. Toz. Səbətimizin qiyməti 6 manat 10 qəpik idi. Göyçay marketdən almışıq. Gətirəndə onu da qoyasın. Qəşəng olsun. Bu səbətimizin qazonudur. Bu olmasa həyətimiz həyət kimi görünməz. Ha. Sonra gətir görək başqa nə var. Bunlar var. İndi canım bunlar götür. Onların hamısını birdən açma. Birinci evi gətir. Ev var da. Evi də gətir. Birinci evi gətir. İşığını yandır evin. Anladım. Aferin. Bu bizim evimiz oldu. Şöyle şeyimiz. Gözəl evimiz var. Bunları hələlik bu qıraqdan qoy. Sonra orada xalçamız olmalıdır. Xalçamızı da gətir. Xalça orada qaldı. Dedim axı sənə hər şeyi gətir. Və bizim xalçamızdır. Okay. O tərəfdən qoy istəyirsən. Sizce böyle de. Ondan sonra nənələr otursun, yemək bişirsin. Nənələri də ver indi. Bana öyle. Bu bir içine bu koyuyor. Bu nənənin biri. Sonra Bak hava bir şey. aferin. Bu da gözü yumruğu. Bu da nerede? Xonçanı ver, şey ver. Ne? Şəkərbaz paxlava vardı, onu gətir qoy. Bu nənələrin şəkərbaz paxlavası oturublar, düzəldirlər. Sonra Bunlar ne? ya bunları hələlik qoyma da. Samavarı ver oradan. Bu samavarımızdır. Geçe samavardı ama. Nə qəşəng görsən. Ben de jongoy. Sonra Çeçerdi. bu keçəldir. Bunun qiyməti 1 manat 20 qəpik. Hamısının qiymətləri təxmini 1.10, 1.20 belədir. Bu 1.20-dir məsələn. Yəni hamısını bir-bir düzmə, tələsmədə. Bu quş şey eləyir. Nənə babalar vardı. Orada 2 dənə baba almışdım. Onu da ver. Baba de babam da. Bir çosadır, bir keçəldir. Keçəl yumurta döyüşdürür. Çosa özü üçün əlləşir. Bu baba da burada kabab çəkir. Nənələr burada şey eləyir. Tələsmədə yavaş ol. Nənələr burada nə iş görürdü? Paxava Paxlava bişirir. Baba da onlar üçün kabab çəkir. Samavarı da qoyub bura. Bu da itin yuvasıdır. Nə qəşəngdir it yuvası. Doğru. İtimiz harda olsun? İtimiz də burada olsun. Tuvalet Burada da burası. qoysun. Ay qoy. Böyle çünkü eve biraz yakın olsun. Evə niyə yaxın olsun ki? Ne ki onun biraz. De, bak bunun yerinə qoyaq onda. Deyə buradan qoyaq. Hı. Bu çosadır. Çosa da buradadır. Sonra nə var? Sənin quş örümseyin də var. Burada. Hadi. Vay buna da yer lazımdır. Bunu da qoyduq buraya. Onu Bu çosa ilə keçaldı. Çosa belədir. gördün demiştim de onu koyacağız bayama. Bunu koymayacaksan evet. Çosa keçal çağırır. Keçalda Ne çosaya bax. gelecek? Bunu ne gelecek? Onu da belə dolayarıq qırağına. Bu arada. Demək bu olacaq belə. Bu tərəfdən belə doluya gedək. Ben yedim de. Evet. Sən eləyə bilməzsən də. Niyə? Sən qozla gətir, qozla şey. Görə biləcəyin iş var, bilməyəcəyin iş var da. Qatıb qarışdırma ki, incədərsən də mənə. Bunu da buna belə doluyaq. Nə oldu? Şimdi. Bu da bizim şeyimiz bakın. Qoz. Goz. İçine gozlar doldurmuş. Kaşar kaşar.
Bunu hava. Bana Bir yer geçer. tap gör. Bax gör hara qoya bilərsən, səliqəli də dursun, qəşəng. Estetik də görsənsin. İçimi açıyorum koy. Oy, nə boyda oldu ay bala. Çox böyük görsən deyə. Onu ana kəsər, onu hələlik qoy yerə. Adamını açıyorum. Onda rəvi çox yeç oldu. Ay ana. Ama sen dedim ne? Nə? Evet bunu dağıttı. Bu kadar Dağıtma da, bəs sən qırağına bucağına çıxırsan, düşürsən, dağılır. sıkma. İstediğim ki bu itin yeri burada niye oldu? Evin Ömrüm, yanında ay olsun ömrüm, biraz. evə çox yaxın qoyursan, onda da yer tutacaq orada. Səliqəsiz olur. Bak ha. Bu bez qaldı koyun içində. Bu qozlar da girsin. İtin evin yanında olanda da yaşıyor orada. Işık düşüyor itin evinə. Bana görsən ışık düşdü orada pəncərəsi. Dedim, işıq düşməsə nə olacaq? İt qorxacaq oradan. Hətta görürsən ışık da yanında amma qorxar. İt normalda evi qorumalı deyil, oğlum. İt qoyanda prosta bir yemek geçecekti. Prosta ama qoya bilmez birden. Hamısı onun gələr. Sonra o da tək başına qalır. Yuvanın içinə gəl qorxar. Hamısı gəlib yığılaşa onu tutar. İti sonra da pis olur. Bunu hayır. Keyif o evdəkilərdən ki, onlar o it qoruyur. Ay Toto, qarışdırmadan qurban, bəs mən düzəltmişdim axı onları. Yaxşı, sanavar onsuz da burada olmuşdu. Onda it başqa yox. Samavarı yerinə qoy. Sanavar yeri buraydı. Baba vardı, orada baba saxlayırdı samavarı. Sanavar baba hanı? O kişi vardı, orada qoca. Bu birisi. Hansı qocan deyirsən? Bu yanında saxla ki, qoy şey olsun da. Göy çay verəcək, nənələr orada işiyor axı. Nənələrə çay versin. Bu da gözü yumuyor galiba. İkisi de yapışıyor, yatıp. Yorulur var. Ya bunu havadı, bu niye böyle koysan? Şu. Bunu da ağacımıza doladırıq. Bunlar da Və böyle. burada göbələklər var. Göbələkləri də keçirdək. Aman çiçeğim. Hı. Ya da şuradan. Bunlar çox böyük dana qurban. Sənə indi dedim ki, bunlar balaca olanda biz bunu qoyarıq. Hələ ki bunlar yekədir. Ömrüm. Sən boşuna demirəm. Niyə mən eşitmək istəmirsən? Yaxşı. Bir dəfə deyirəm, eşitmirsən axı. Şöyle bu qədərdir. Bu kadar değil, Başqa göbeği da de var. yoxdur. Göbeği de var. Göbələk yanı bəs. Göbeği hamısı yere düşüyor zaten. Yere de düşüyor. Burada da gelip. Bunlar da var. Hər yerə bir dənə göbələk taxıq da. Hadi düz desin. Silin buranı. Bir de var. 1, 2, 3, 4. Bir də məndə 5. 5 tane alabilmez. 5 dənədir. Mən alanda görmüşəm də 5 dənə almışam. Yaxşı. Hı. Kısa. 5 ədəddə göbələyimiz var. Onda göbeğiydi. Bunlar kesmeye. Kesende pis olur. Hı. Ya bunu be. Başını be. Bunda qatlıyaq belə qoyalım. Sen necə sayırdın? Ne olur? Qıyısıb, qayıb. Ama biz çox doldurmuşum. Çox doldurmuşam. Əydə aşağı əyilmiş vəziyyətdə dursun. Çünki elə də sox keçəcək. Bunu da belə əyək. Və bunu hər qoyacaq. Bu qəşəng durmadı, yəni oğlan. Mən bunu belə xəyal eləməmişdim. Mən fikirləşdim ki, bunlar çıxılı qəşəng bir şey olacaq. Amma durmadı. Belə bir yük torbasına oxşuyur. Amma belə pis oldu. Mən deyim də necə yiyim. Necə eləyək yaxşı? Bax, bunu dağıtmaq onsuz da istəmirəm. Bəs nə istəyirsən? Baba, Stol xalça dırmaşırsan yavaş-yavaş. Durmaşmaq istəmirəm. Eyni yerdə durmuşam stolun üstündə. Bunlar burada olmasın da hə. Harada olsun? Bu xalça burada olsun ən yaxşı. Aha. Çünki nənə orada pişərdə. Həm o işıq da düşər. Aha. Nə bilsən. Bu cürə bu da sənin fantaziyan olsun. Düzəltdir. Baxıram sənin əl işinə. Çıx, onsuz da çıxmısan. Stolun yarısına qədər çıxmısan. Gəl. Çıx. Və bundan artıq hara çıxasın? Üstündəsən də. Bu stol yumrudur. Aşacaq, bu dəqiqə təbəssüsü gedəsin. Al bunu çəkim sənin yanında. Çək. Mən usta boyadım. O bir şey var. Stola yüklənmə prosta. Aşacaq. Bu. Hayda da. Aşıqdan. Yanır ki O, bu. bayaqdan da mənə dedim, mən düzəldəcəm. Düzəldim da. Bu şeydə hansıydı? Burada yansın. Bu eş, bu yaxşıdır. Bunlar niyə? Bu belə qalsın ən yaxşısı. Bunu da soxmusan ortaya. Götürdüm.
da burada qalsın. Bu da burada qalsın. İt də, bu da bunun yanında qalsın. İt də orada. Yer donusu da orada. Son. Önce necə yazılır? Buradan axır qıraba. Son. Bunlar necə? Evet. Mənim tamam yer də oldu. Qəşqəş oldu. Nə oldu? Ne güzel. Heç birisi yıxılmadı. Aferin. Axırsı qaldı orada. Ortada nə olsun? Amma bu biraz mənim xoşuma gəldi. İt yuvası. Yumurta, sarıkök, istiot, bunları isə Novxan donda almışdıq, gətirmişik evə, pomidor, biber almışıq, əlavə olaraq badımcan da almışıq ki, toyuq üçün kebab kimi eləyəcəyik. Mən aldığım məhsulları videolarda açmağı xoşlayıram, çünki maraqlı gəlir mənə başqalarının donda, ona görə fikirləşim ki, yəqin sizin üçün də maraqlı olar. Təbii ki, davamı da var, mütləq videonun sonuna qədər izləyin. Yeni maaş kartıma nətər öyrəşə bilmirəmsə, kaşokuma qoya bilmirəm. Qalıb ortalıqda. Qəbul edəmirəm onu. Canlarım benim. 2 ədəd fərqli şirinat almışıq. Cüneyt efendim, siz oruçsuz hə? Oruçsuz hə siz? Bəli, oruç. Eşin şirinat almışım. Ne ötər yiyəm? İnşallah. Çok sağ ol aşkım. Teşekkürler. Ağzınız şirin olsun. Həmişə xeyir işlərdə. Konservatlar kimi. Nila öz otağın qapısının üstünə yapışıb A4 fərəqində yazıb yapışdır qoy ki, qapını döyün. Qapını döyüb açın. Bu mənim tortumdur. Gedirik indi anamgilə. Bir də onda təbrik eləyək. Mamanızın bayramını bizim əvəzimizdən təbrik edərsiniz, təbrik edirik. Həmişə canı sağlam olsun, xoşbəxt olsun inşallah. Bunlara da böyle güzeller. Daha doğrusu. İki kardeş sağlam elə. Yeni müştəri gələcək. Ona görə də yeni əşyalar qoymuşuq. Hamam dəsmalıdır, belə balaca dəsmaldır, hamam xalatlarıdır və bu tərəfdə isə pastellərdir. Hamısı yenilənmiş. İndi isə bunun ağzını bağlayacaq. Bu yazıq bagajım mənim, yəni mənim özümə xidmət etməkdən çox bu Novxaniyə xidmət elədi. Bu da Toğrulda özünü öldürür ki, mən də çək, mən də çək. Düş. Videoda görünürsən sən də, ürəyin rahat olsun. Görüm ağzını bağlaya bilərsən onu. Niyə bağlanır? Bağla görək. Mən düzdüm. Düzdürsən? Aferin sənə, düzdü oğlan. Nə oldu? Bu da düzdür. Alınmır. Sən güclüsən axı, nə oldu? Düz yerə taxmırsan bəlkə? Taxım. Gətir yaxına. Gətir yaxına. Deyəndə, birini burax, sən birini burax. Götür, qaldır. Bir dəfə deyirdim. Gördün? Bu səfər olsun. Deməli, gücə yox, məntiqə ehtiyac var. Aferin sənə. Bir bağlayayım. Sağ olun. Bir bağla, görək bağlamaq olacaq samokunu. Ağzı bağlanmasa xarab eləmə, ha, yaxşı? Görək də, hardan bunu qurtdum. Məncə bağlanmayacaq. Biraz qabağa gətir onu. Mən üstündə oturum. Dırnağım. Sözümü qaldım. Davay, mən otururam üstündə, sən bağla. Dırnağım hep sözündə. Bu toğruluğun nə idi bu? Yük torbası, qum torbasıdır. Bundan tez-tez oynayır. Bu arada dırnaqlarım çox pis əzildi, yəni arxaya Oh my getdi. god. Düzdür, sınmadı, amma içərisi hala da sızıldayır. Sən nə qədər ağırsan, eşeği boydasan. Üstündə oturdum, bu da bagajımızı bağladı. Bagaj hazırdır. Sür qapının ağzına apar. Atan gələndə götürsün. Getdi. Torlu samolyota yola sarıq gedir gəzməyə. Qızlar, buradakı pastillər 3-cü dəstir. Ona görə də yəni onlar orada gözləyir. Adətən olur ki, çatdırmırıq.
biri çıxır, sonra arxası başqası girəndə. Ona görə 3 dəst eləmişik. Bu da yorğan üzüdür, balış üzüdür və qoyuram bunu da bura. Bundan əlavə bir dənə də şey var. Nədir? Çolun plastinası. Bu da yaşdır deyə atmışam kombinin üstünə, biraz tez qurusun. Onu da qatlayıb qoyacağam ora və gedənə yaxın ütüləyəcəm. Çünki indi işdən gəlmişəm, yorğunam. Bu da öz tökdüklərini yığır. Ancaq töksün. Qoyasın, ancaq töksün. Bu isə toğrunun köhnə döşəyidir. İndi onu da yığışdıracağım. Evdən ləğv eləyəcəm inşallah. Açmışıq, ona görə yemək çəkdim. Toğrula belə xırdalamışam. Hələ ki xırdalayıram hər dəfə yemək. Turşu, kələm turşusu özüm qoymuşam və bu mənim yeməyimdir. Altına niyə klok qoymuşam? Çünki qabın altı biraz batdı. Onu görə istəmirəm süfrədə çeşlənsin. Bu alimin dəftəridir. Burada mən hesab kitab işləri yazıram və bəzən olur ki, gələcək planları. Bunu isə keçən dəfə almışdım. Pastelin falan üstünü sürtmək üçün, yəni yaxşıdır. Bu isə mənim gözəl gülümdür. Bəli. Həyat yoldaşımın mənə 14 fevral hədiyyəsidir. Yazıqca canını tapşırmağa doğru addımlayır. Neyse kızlar, biz yeməyimizi yeyək, sonra qaçaq Novxanaya, çünki işimiz çoxdur. Həqiqətən də son vaxtlar o qədər çox başa qarşılıqla keçirilir işimiz. O da torunun suyudur. Evimizin də vəziyyəti belədir. Belə normal fasondur demək olar ki. Yəni, onu da aparmaq istəyirəm Novxanaya. Bir də qapının ağzındakı böyük gülü də aparacam Novxanaya. Düz yoldaşım istəmir, deyinir, amma məncə yaxşı olacaq. Saatda əlləşir ki, bu əlində olan məhsulu açsın. Boy nə şeydir? Axır ki, açdı, ürəyi rahatladı. Bunun kağızda var ki. Üstünü aç. O bilirsən nədir? O günlər qutar deyə sən işlədirdin, qutardı. Bax, ondan da o. Deyirdim ki, neçə gündür nədir? Amma axır ki, bir deyil. Onu açma istəyirsən, bunu aç. Birinci bunu işlədək, sonra onu işlədək. Bunu tut əlində bir də. Gözdə mən sənə kimi yiyəcəm. Elə yox da, elə tut dedim də. Demədim axı tərpət. Aşağısını tut, ana qurban. Ay ana qurban. Ana olduğuma bildiyin, yəni peşman olmuşam da mən sənin sayəndə. Belə deyil bu. Bəli. Qulaq asmırsan axı, bir eşitsən sözümü. Mən evidim uşaqlığından baxır. Gedin düzün çıxart. Oradadır ki. Şey eləməyə ehtiyac yox da, heç nə eləmə bu dəqiqə. Nədir? Yəni, heç yeni təmizləməyə ehtiyac yoxdur. Üzündə bir dənə qat var, onu çıxardasın, sonra işlədəsin.